Herkese salam, kanalıma hoş gelmişsiniz. Aparıcı Zaur Baxşəliyev ailəsiyle birlikte istirahətdən yepyeni görüntüler paylaşıb. Onun paylaşımı herkes tərəfindən maraqla qarşılanıb. Sözü gedən foto və videoları sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Kara girmiştim patlıcanlara. Çok parazit diye ayağımı basır ki gaza basmaya görsen. Bak, saat 5 geldi. Kapını niye bağlayırsan? Sabot. İçeri girdin kapını niye bağladın kaka? Ama Aycan. Bura görün nə qəşəngdir, gəl də. Hə, gəlirəm baba. Oy, nə qəşəngdir. Burada qəşəngdir. Süper. Oy, nə genişdir. Hər şkaflara. Bəh. Süper. Burada nəsə qapı var. Birliklə bir karot eləyə bilərdik, başına nə sata bilərdik. Ne koyamıyorum sonra? Hə. Wow. Erik. Oy, nə qəşəng səliqəlidir. Adam buraya geldi bizden gözlerime geldi. Hə, çox rahat. Belki burada yerləncək var, bağlar var, yemək, restoran var. Hər şey var. Akşam kino olur burada. Ha. Bəh, samavar çayına bak daha olur. Götüreceksen. Mən sənə inanıram. Götüresen. Ne oldu? Yenə indi da sürüyə gedəcəm. İnsanın ruhu dincəlir. İmkan versənə. Sən dedim tək gələr. Yox, inaflancanı öldürdün. Bir nömrəli aparıcı. Bir benden sonra geldi. Məncə də. Burada qəşəngdir, bal tutmaları. Wow, maraqlıdır. Hər bu kişiyə bax. Qoxur bağlardan. Suyun içindedir pastanı. Ən qəşəng yeməklər. Çox başlıdır. Təbiətin qoynunda ayılmaq bir başqa gözəldir. Elə rahat yatmışam ki. Cennetdir, cennet. Çox gözəldir. Ha? Kaç vaxtımız olar, çox qalardıq. Ha. Güzeldir. Mən evin kişisiyəm, başa düşdün? Nə olsun? Mən də evin xanımıyam. Mən evin xanımıyam. İstəyirəm qonaq otağı kəfəzə baxsın. Mən evin kişisiyəm. İstəyirəm ki... Mən evin xanımıyam. İstəyirəm mətbəximiz burada olsun. Mən evin kişisiyəm. Mən evin xanımıyam. İstəyirəm ki, böyük qardırob mənim olsun. Mən evin xanımıyam. İstəyirəm yataq otağımız parka baxsın. Sən niyə bikef oturmusan? Evin kişisən, sən şux otur. Hə? Əlbəttə. Evin kişisi deyirsən, ödəməni elə. Günay xanım, avtodayanacaqlarımız da satışdadır. Nə yaxşı. Mən evin xanımıyam. 2 dənə də avtodayanacaq götürürük. Benim de zaafım geliyor işte. Ömrüm